2017-ci ildə Nyu-Yorkun Metropolitan Muzeyində böyük qalmaqal baş verdi. 8000 seyirci muzeyin rəhbərliyinə ünvanlanan şikayət məktubuna imza atdı. Onlar rəssam Baltazar Klasovskinin Yuxulu Tereza tablosunu nümayişdən qaldırılmasını tələb edirdilər. İnsanların fikrincə, bu tablo çox açıq-saçıqdır və özündə pornoqrafiyanı əks etdirir. Baltus adlandırılan bu rəssam qonşu qız Terezanı 11 tablosunda təsvir etmişdi. Qızcığaz onlara qardaşı ilə tez-tez qonaq gəlirdi. Əsərlər çəkilən zaman qızın 13 yaşı vardı. Ümumiyyətlə Baltus yeniyetmə qızları və pişikləri çəkməyi çox sevirdi. Mən mələkləri təsvir edirəm, deyirdi. Lakin həqiqətən rəssamın pornoqrafiyanı xatırladan Gitara dərsi adlı bir tablosu var. Yaponiyaya səyahət edən rəssam özündən 35 yaş kiçik bir qızla evləndi. Onlar birlikdə uzun ömür yaşadılar. 93 yaşında vəfat edən rəssam çəkdiyi bəzi rəsmlərə görə peşman olduğunu bildirdi.